Deməli, dərsimiz olur iş formaları. İş formaları 4 dənə yerə bölünür. Fərdi, cütlərlə, qrupla, bir də bütün siniflə iş. Hər birinin xüsusiyyətini öyrənməliyik və il ərzində bir müəllim bütün bu iş formalarının hər birindən dərsdə istifadə eləməlidir. Yəni, bu mütləqdir. Gələk indi iş formalarının hər birinin xüsusiyyətinə sonda ümumiləşdirib hər biri haqqında qısa danışaq. Deməli, ilk olaraq baxdığımız fərdi işdir. Fərdi işdə şagird nə edir? Fərdi işdə şagird tək başına işi yerinə yetirir, fəaliyyəti yerinə yetirir. Və hər bir iş formasının faydası, çatışmazlığı və qiymətləndirməsi haqqında burada hissələr var. Hər birinin faydası, çatışmazlığı və qiymətləndirməsi haqqında da verilən hissələri mütləq formada öyrənməliyik. Əsas da faydası haqqında verilən hissələri bilməliyik ki, çünki bunlar ola bilsin ki, suallarda, belə deyək də, qarşınıza çıxan time suallarında biraz əzbərçilik tələb olunsun. Ona görə də mütləq formada bunu daha yaxşı öyrənin. Bu faydası hissəsini. Gəldik indi fərdi işin faydasına. Fərdi işin faydasında nə deyilir? Bir fərdi iş əsasən fərd daxili, yəni introvert şəxsiyyət növünə malik şagirdlər üçün daha məqsəd uyğundur. Biz introvert və yaxud da fərd daxili şəxsiyyət növlərini keçəcəyik dərslər olaraq. Yəni, bu Howard Gardnerin çoxnövlü intellekt nəzəriyyəsinə aiddir. Fərd daxili intellektə malik olmaq. Yəni, bunu keçəcəyik. Sadəcə olaraq qısa məlumat verim ki, bir insanın özünün tək bir işi görməyi, tək işi eləyərək rahat olmağı bu fərd daxili intellektə malik olmağı. Yəni, fərd daxili intellektə malik olanlar işi tək görməyi sevirlər. Tək onlara daha rahat. Yəni, heç kimin, belə deyək, qıraqdan, kənardan bir düşüncəsini onlar qəbul eləməyin tərəfdarı deyirlər. Hər hansı bir fəaliyyəti tək yerinə yetirməyin tərəfdarıdırlar və bu fərdi iş daha çox həmin şagirdlər üçün uğurlu olur. Çünki burada şagirdlər öz templəri ilə işləyirlər, özlərini rahat olaraq işləyirlər, öyrəndiklərindən əmin olmağı bacarırlar, sonra öz öyrənmələri haqqında təsəvvürləri yaranır fərdi işdə işləyən zaman və özlərinə uyğun olaraq strategiyaları daha yaxşı müəyyənləşdirə bilirlər. Adam var, görürsünüz ki, sinifdədir, amma nəsə tapşırırsan, çox vaxtı tək işləyir. Yəni, heç kimə fikir vermir, məhəl qoymur və özü tapşırığı verilən fəaliyyətləri tək yerinə yetirməyə xoşlayır. Bu adam deməli introvert və yaxud da fərd daxili intellekt növünə malik bir şəxsdir ki, bu fərdi işi daha çox üstünlük verir, fərdi işi daha çox xoşlayır. Faydası dediyin nə oldu? Faydası şagirdin öyrənməsini daha da yaxşılaşdırmaq üçün kömək eləyir, özünə strategiya müəyyənləşdirməsinə kömək eləyir, özünün öyrənməyə barədə məlumatlı olmağa kömək eləyir. Nə? Fərdi iş. Burada dedik, şagirdlər öz templəri ilə işlədilər, özləri istədikləri formada özlərini, belə deyək, fəaliyyəti müəyyənləşdirdilər, özləri istədikləri formada seçdilər. Yaxşı, fərdi işin çatışmazlığı nədir bəs? Fərdi işin çatışmazlığı odur ki, sinifdə uşaq sayı çox olanda, 20-dən artıq uşaq sayı olanda fərdi iş effektiv olmur. Yəni, hər dərsi fərdi iş formasında həyata keçirmək effektiv olmur. Çünki müəllim bütün uşaqların hər birinin fəaliyyətlərini nəzarət eləməlidir və onlara əks əlaqə qurmalıdır. Yəni, rəy bildirməlidir, fikir bildirməlidir, onların işinə münasibət bildirməlidir və bu vaxt baxımından çox vaxt apardığına görə fərdi işin çatışmazlığı da burada üzə çıxır ki, əgər sinifdə uşaq çoxdursa, deməli, fərdi işin çatışmazlığı yaranacaq. Nə zaman? Müəllim şagirdlərin fəaliyyətini izləyəndə, onlara rəy bildirəndə, onlara fikir bildirəndə, onların fəaliyyətlərini qiymətləndirəndə bu kimi problemlər üzə çıxacaq. Və fərdi işdə problemlərdən biri nədir? Şagirdlər burada əməkdaşlıq eləmədiyinə görə onlarda ünsiyyət qurmaq bacarığı, problemi birlikdə həll etmək bacarıqları kölgədə qalır. Yəni, inkişaf eləmir. Deməli, fərdi işin oldu 2 dənə problemi. Hansı ki, birincisi, uşaq sayı çoxdur deyə müəllim şagirdlərlə əks əlaqə qura bilmir, onlara münasibət bildirə bilmir. İkincisi isə şagirdlərdə əməkdaşlıq, ünsiyyət qurmaq bacarığı, problemi birlikdə həll etmək bacarığı formalaşmır. Çünki uşaq sayı çox olur deyə buna şərait yaranmır və dediyim kimi uşaqların öz istəklərlə tək işləyirlər deyə onlar ünsiyyət qurmurlar. Problemi birlikdə həll eləmirlər. Bəs yaxşı, fərqli işin qiymətləndirməsi necə aparılır? Fərqli işin qiymətləndirməsi zamanı müxtəlif formalardan istifadə olunur. Məsələn, müəllim burada şagirdin fəaliyyətini izləyərək qiymətləndirə bilər. Sonra şagird özü işi tək görür deyə özünü qiymətləndirə bilər. Və həm də yoldaş qiymətləndirilməsi, yəni qarşılıqlı qiymətləndirmədən də istifadə oluna bilər. Yəni, burada qarşılıqlı qiymətləndirmə dedikdə müəllimin şagirdi qiymətləndirməyi və bir şagirdin digər şagirdi qiymətləndirməyindən danışılır. Burada bir məsələ nədir? Biz dedik ki, özünə qiymətləndirmədən istifadə olunur. Harda? Fərdi işdə. Özünü qiymətləndirmək üçün şagird obyektiv olmalıdır. Şagird məsələyə düzgün yanaşmalıdır. Şagird əgər obyektiv olmasa və müəllim düzgün qiymətləndirmə meyarları müəyyənləşdirməsə, düzgün meyarlar olmasa, şagird bu zaman özünü düzgün qiymətləndirə bilməz. Amma şagird qiymətləndirmədən istifadə eləsə, düzgün formada istifadə eləyəndə özünün zəif və güclü tərəflərini müəyyənləşdirə bilər. Özünü qiymətləndirən zaman. Nəticələrə diqqət yetirə bilər və inkişaf səviyyəsini izləyə bilər.
Nə zaman ki, şagird özünü qiymətləndirmədən istifadə eləyirsə. Bu da oldu fərdi işin qiymətləndirmə hissəsi. Deməli, fərdi işdə dedik nəni? Faydanı, çatışmazlığı və qiymətləndirmək. Faydası nə oldu? Faydası oldu ki, introvert və fərddaxili intellekt növünə malik olan insanlar bunu daha çox sevirlər, çünki öz templərlə işləməyi bacarırlar. Bu şagirdlərin özlərinin öyrənməyi ilə bağlı bir təsəvvürə malik olurlar, özlərinə uyğun strategiya seçə bilirlər, bu faydası idi. Çatışmazlığı o idi ki, şagird sayı çox olanda müəllim onların hər birindən əlaqə qura bilmirdi və çatışmazlığın digər hissəsi ondan ibarət idi ki, şagirdlər əməkdaşlıq eləmək bacarıqları, ünsiyyət qurmaq bacarıqları sıfır səviyyəsində olurdu. Çünki onlar tək işləyirdilər. Qiymətləndirmə də dedik ki, bir neçə hissədən ibarət idi. Yəni özünü qiymətləndirmədən, qarşılıqlı qiymətləndirmədən ibarət idi və bu zamanda müəllim düzgün qiymətləndirmə meyarları müəyyən eləməli idi ki, şagirdlər özlərini düzgün qiymətləndirsinlər və düzgün qiymətləndirəndə də nəyi bilib bilmədiklərini, inkişaf səviyyələrini görə bilirdilər və güclü və zəif tərəflərini müəyyənləşdirə bilirdilər. Bu fərdi işlə bağlı deyəcəklərimiz. Sonra gəldik cütlərlə işə. Cütlərlə iş daha qısadır, daha belə deyə rahatdır. Cütlərlə işdə nə olur? Cütlərlə işdə prosesi 2 dənə şagird birlikdə öyrənir. Tapşırığı şagirdlər birlikdə yerinə yetirirlər, bir-birindən əməkdaşlıq eləyərək, bir-birindən qarşılıqlı olaraq, əlaqədə olaraq tapşırığı, verilənləri, fəaliyyətləri yerinə yetirirlər. Bu hardadır? Bu cütlərlə işdədir. Cütlərlə işin faydası nədir bəs? Gəlin ona baxaq. Cütlərlə işin faydası odur ki, şagirdlərin bir-birlərindən öyrənmə imkanı olur. Sonra şagirdlər öz öyrəndiklərini, fikirlərini yoldaşları ilə bölüşə bilirlər. Burada qarşılıqlı fikir mübadiləsi aparılır və ortaq nəticəyə gəlinə bilinir. Problemin həlli üçün şagirdlər birlikdə çalışa bilirlər cütlərlə işdə. Proses zamanı bir-birinin aktiv dinləmə bacarığı formalaşır şagirdlərdə. Çünki qarşılıqlı olaraq fəaliyyəti yerinə yetirirlər. Sonra bu iş formasının ən yaxşı xüsusiyyətindən biri hansı ki, çətinlik çəkən şagirdlər olur, biraz zəif şagirdlər. Onları güclü, daha yaxşı oxuyan şagirdlərlə birlikdə qoyduqda, yəni elə müəyyənləşdirdikdə, zəiflər güclülərdən öyrənə bilirlər. Zəiflərin də öyrənmək potensialları belə deyə artır, şəraitləri artır. Bundan əlavə olaraq cütlərdə empatiya hissi formalaşır. Yəni empatiya hissi nədir? Özünü başqasının yerinə qoymaq qabiliyyəti formalaşır şagirdlərdə. Bundan əlavə cütlərlə işdə şəxslərarası intellektə və ekstravert şəxsiyyət növünə malik şagirdlər daha çox sevirlər cütlərlə işləməyi. Çünki onlar tək işləməyi sevmirlər. Yanlarında həmişə bir fəaliyyət zamanı başqa birinin olmağı onlara daha xoş gəlir. Hansında şəxslərarası və ekstravert şəxsiyyət növlərində. Bəs yaxşı, cütlərlə işin çatışmazlığı nədir? Cütlərlə işin çatışmazlığı odur ki, əgər şagirdlərin bir-birinə qarşı münasibətləri pisdirsə, yəni yaxşı münasibətləri yoxdursa onlar arasında, bu cütlər zamanı hər hansı bir fəaliyyəti yerinə yetirəndə müəllimə və ya digər şagird yoldaşlarına problem yaradacaq. Yəni cütlərlə iş forması həyata keçirilə bilməyəcək. Sonra şagirdlərdə rəy vermə bacarığı yaxşı olmayanda, yəni bir-birinə qarşı düzgün formada fikir ifadə eləmə bacarığı olmayanda, onların işini düzgün qiymətləndirmə bacarığı olmayanda cütlərlə iş forması uğursuz olur. Yəni bundan ötürü də müəllim nə etməlidir? Cütlərlə iş formasını şagirdlərlə əvvəlcədən fəaliyyətləri təşkil etməyə bacarmalıdır. Yəni müəllim şagirdlərdə cütlərlə iş bacarığı formalaşdırmalıdır ki, şagirdlər cütlərlə iş bacarığı olsun ki, onlar cütlərlə işləyəndə problem yaşamasınlar. Belə, bu da cütlərlə işlə bağlı verilən hissə. Cütlərlə işin qiymətləndirməsində də yoldaş qiymətləndirməsindən də istifadə olunur, qarşılıqlı qiymətləndirmədən istifadə olunur, yəni müəllim-şagird qiymətləndirməsindən və özünü qiymətləndirmədən də istifadə oluna bilər. Bu cütlərlə işin qiymətləndirilməsidir. Və ümumiyyətlə, qiymətləndirmə üçün bütün iş formalarında bu adı çəkilir, düzgün meyarlar müəyyənləşdirilməlidir. Və düzgün meyarlar müəyyənləşdirilməyi qiymətləndirmənin daha yaxşı olmağına gətirib çıxardacaq. Qısalaşdırsaq, cütlərlə iş nə oldu? Birlikdə işləmə, iki şagirdin birlikdə iş görməyi və cütlərlə işləyən şagirdlər birlikdə öyrənirlər, birlikdə fikir mübadiləsi aparırlar, problemin həllinə birgə çalışa bilirlər və bir-birindən aktiv dinləmə bacarıqları formalaşır, şagirdlərin empatiya hissi bacarıqları formalaşır və bu cütlərlə işi sevən şagirdlər şəxslərarası intellektə və ekstravert şəxsiyyət növünə malik şagirdlərdir. Çatışmazlığı nə idi? Mənfi münasibətlər olanda, şagirdlərin bir-birinə münasibəti pis olanda cütlərlə iş yaxşı alınmırdı. Və əgər şagirdlərin bir-birinə düzgün rəy vermə bacarıqları yox idisə, bu zamanda cütlərlə iş forması uğursuz olurdu. Bu da cütlərlə iş. Gəldik qrupla işə. Üçüncü olan iş formamız qrupla iş forması. Qrupla iş forması nədir? Qrupla iş formasında kiçik komandalar olur. Bu kiçik komandalarda 3 nəfər, 4 nəfər, 5 nəfərlik qruplar formasında şagirdlər məsələləri
həll eləməyə başlayırlar. Və bu onların ümumiyyətlə qrupların yaranmağı şagirdlərin bilik səviyyəsinə, bacarıq səviyyəsinə görə bölünməməlidir. Yəni belə deyək də, hardan gəldi olaraq da qrupları bölmək olar. Yəni cins olaraq ayrım eləyib qızları bir yerə, oğlanları bir yerə yığmaq, həm güclüləri bir yerə yığmaq, zəifləri bir yerə yığmaq düzgün yanaşma deyil. Yəni qrupları belə deyək, fərqli formalarda dərsin gedişatına uyğun olaraq, dərsin deyək ki, belə deyək də, verilən mövzuya uyğun olaraq qrupları fərqli xüsusiyyətlərə görə formalaşdırmaq olar. Və biz burada heterogen, homogen qrupların adını çəkirik. Bu qruplar haqqında sonradan danışacağıq. Homogen olaraq və heterogen olaraq qısa olaraq deyim ki, homogen eyni xüsusiyyətlərə, eyni tipli xüsusiyyətlərə malik olan şagirdlərin bir qrupda birləşdirilməyidir. Heterogen qruplar isə müxtəlif xüsusiyyətlərə malik olan şagirdlərin birlikdə bir qrupda birləşdirilməyidir. Bu qısa olaraq dedim, sadəcə olaraq keçək digər hissəsinə. Deməli, qrupla işin faydası nədir? Qrupla işin faydası odur ki, bilik və bacarıqların tətbiqi üçün daha çox şərait yaranır. Daha çox bilik, bacarıq burada öyrədilə bilər. Fərqli fəaliyyətlər həyata keçirmək olur burada. Şagirdlərin yaradıcılığı yüksək səviyyədə olur burada. Problemin həlli üçün, məsələnin həlli üçün burada hamı çalışır. Yaxın inkişaf zonası güclənir. Harda? Qrupla işdə. Tədris prosesinə hər kəs cəlb olunur. Harda? Qrupla işdə. Şagirdlərdə nə yaranır? Əməkdaşlıq. Nə tərki cütlərdə var idi. Nə ünsiyyət qurmaq, nə tərki cütlərdə var idi. Təcrübələri birlə bölüşmək, həyati bacarıqları formalaşdırmaq üçün qrupla iş çox əlverişlidir. Təcrübələri bölüşmək baxımından qrupla iş çox əlverişlidir. Yaxşı, bəs qrupla işin bu faydaları idi. Hamısını bir-bir sadaladıq. Qrupla işin çatışmazlığı nədir? Qrupla işin çatışmazlığı odur ki, qrup zamanı bayaqlar suallarda da görmüşdük bunu. Qrupda şagirdlər arasında narazılıq çox vaxt nəyin üstündə yaranır? Yəni çatışmazlıq nə üstündə olur? Qrupda biri çox işləyir, biri az işləyir. Və qrupda çox zaman səs-küy yaranır iş prosesi zamanı. Bu iki problemin qarşısını almaq üçün də müəllim birinci baxmalıdır ki, səs-küy hansı formadadır? Qeyri-işgüzar səs-küydürmü, yoxsa işgüzar səs-küydürmü? Qeyri-işgüzar səs-küy nədir? Qeyri-işgüzar səs-küy uşaqların öz aralarında söhbət eləməkləridir. İşgüzar səs-küy isə fəaliyyət zamanı ortaya çıxan müzakirədən ortaya çıxan səs-küydür. Yəni işgüzar səs-küyü keçmək olar. Amma qeyri-işgüzar səs-küyü müəllim qarşısını mütləq formada almalıdır və bunun üçün müxtəlif qaydalar müəyyənləşdirməlidir. Üstəgəl də dedik ki, şagirdlərin biri az işləyib, biri çox işləyəndə problem yaranır. Bunun üçün də müəllim qaydalar müəyyənləşdirməlidir. Ümumiyyətlə, qrup işi üçün sinifdə qaydalar müəyyənləşdirmək mütləqdir ki, bu problemlərin, yəni çatışmazlıqların qarşısı alınsın. Hansı ki, problemimizin biri səs-küyüdür, problemimizin biri də digər uşağın, bir uşaqdan, məsəl üçün, bir şagirdin və yaxud da digər iki şagirddən daha çox işləməyi idi qrup. Narazılıqlar bu yöndə idi. Və bunun üçün də biz dediyini tərtib eləməliyik? Qrup üzrə qaydalar. Bəs yaxşı, biz bu qaydaları necə hazırlayırıq? Müəllim olaraq təkmə hazırlayırıq? Xeyr. Biz bu qaydaları şagirdlərlə birlikdə hazırlamalıyıq. Şagirdlərlə qaydaların birlikdə hazırlanmağı onların qaydalara daha çox əməl eləməyinə gətirib çıxardır. Və burada müxtəlif, belə deyək də, tipdə qayda adı çəkilib, yəni misal verilib ki, bu formada biz sinifdə qayda tərtib eləyə bilərik. Deməli, sonra nəyə baxırıq burada? Bu haqqda danışdıq. Sonra effektiv qrup işi müəlliminin şagirdləri skafoldinq eləməyi, belə deyək ki, deməkdir və bu fəaliyyət zamanı onlar əsaslı şəkildə hazırlamağı, belə deyək, gətirib önə çıxardır. Yəni müəllim şagirdləri qrup işinə cəlb eləməklə onlarda, belə deyək də, skafoldinq eləmiş olur. Yəni onları müxtəlif fəaliyyətlərə cəlb edir və sinifin idarə olunması zamanı müəllim burada bir problem var ki, sinifin idarə olunmasının qarşısını almalıdır. O da çatışmazlıq hissəsində biz bunu vurğuladıq. Sonra bir də müəllim burada nəyin qarşısını almalıdır? Yəni problemlərdən biri də nədir? Problemlərdən biri də xaosun yaranmağıdır və xaos da niyə yaranır? Dedik ki, səs-küy zamanı yaranır və üstəgəl də xaosun yaranmağına səbəblərdən də biri şagirdlərin, daha aktiv şagirdlərin daha pasiv şagirdlər üzərində dominantlığıdır. Yəni müəllim sinifdə qaydalar tərtib eləməyəndə və iş bölgüsü aparmayanda, sinif daxili, daha doğrusu qrup daxili iş bölgüsü aparmadıqda, bu zaman sinifdə xaos yaranır. Yəni belə deyək də, səs-küy yaranır və davadalaş yaranır və qrup işi pozulmuş olur. Qrup işinin çatışmazlığı da oldu nə? Bunlar. Deməli, şagirdlərin bir-birinin üzərində dominantlığı, sonra sinifdə xaosun yaranmağı, səs-küyün yaranmağı və bir şagirdin digərinə nisbətən çox işləməyi. Bunların da qarşısını almaq üçün qrup qaydaları və sinifdə iş bölgüsü aparmaq mütləqdir. Gəldik qrupla işin qiymətləndirilməsinə. Qiymətləndirməsi nətərdir? Bəs qiymətləndirmə zamanı müəllim çox vaxtı burada səhvlər eləyə bilir. Yəni bu səhvin qarşısını almaq üçün müəllim düşünməlidir ki, mən qiymətləndirən zaman iki şey qiymətləndirməliyəm. Birincisi,
məzmunun nə dərəcədə şagirdin mənimsədiyini və şagirdin hansı bacarıqlara yiyələndiyini. Bax, iki şey burada əsas nəzərə alınmalıdır. Deyək ki, qrup işidir, şagird nəyisə öyrənibdir, amma daxili fəaliyyətdə, qrup daxili fəaliyyətdə passivdir. Və müəllim qiymətləndirmə meyarını elə müəyyənləşdirməlidir ki, hər iki nüans qiymətləndirilsin. Həm şagirdin dərsi nə qədər mənimsədiyi, həm də şagirdin fəaliyyətdə nə qədər iştirak elədiyi. Deyək ki, ikinci varianta baxaq. Məsələn, deyək ki, qrupda şagird aktivdir, amma dərsi mənimsəməyib. Yəni verilən fəaliyyətləri çalışır, can yandırır, eləsin, amma dərsin məzmun hissəsini tam olaraq mənimsəməyib. Və müəllim qiymətləndirməni elə müəyyənləşdirməlidir ki, şagirdin hər iki belə deyək də nüansını qiymətləndirə bilsin. Həm sinifdə elədiyi, qrup vaxtı elədiyi fəaliyyətləri qiymətləndirə bilsin, həm də öyrənməsinin nə dərəcədə, hansı dərəcədə olduğunu qiymətləndirə bilsin. Bu da qiymətləndirmə ilə bağlı əsas məqamdır. Qrup işindən. Belə. Bu da qrup işi ilə bağlı deyəcəklərimiz. Və burada da yoldaş qiymətləndirməsindən, özünü qiymətləndirmədən, qarşılıqlı qiymətləndirmədən istifadə olunur. Gələk indi qısalaşdıraq. Qrup işinin nə idi? Qrup işi şagirdlərin fəaliyyəti birgə eləmək idi. Faydası nə idi? Daha çox tətbiq üçün şərait yaranırdı, bilik bacarıqların, fərqli fəaliyyətlər həyata keçirirdilər, şagirdlərin yaradıcılığı yüksək olurdu, yaxın inkişaf zonası güclənirdi, əməkdaşlıq formalaşırdı, ünsiyyət formalaşırdı, təcrübələrini bölüşə bilirdilər. Bu faydaları idi. Çatışmazlığı o idi ki, biri çox işləyirdi, biri az işləyirdi. Sonra biri o birinin üstünə dominantlıq eləyirdi. Yəni belə deyək də, yol göstərənlik eləyirdi. Biri o birinin üstündə daha çox belə deyək, hegemonluq eləyirdi və sinifdə səs-küy yaranırdı. Bunların da qarşısını almaq üçün müəllim qaydalar tərtib eləyir və sinifdə iş bölgüsü eləyir ki, bu çatışmazlığı aradan qaldırsın. Qiymətləndirməsi nə idi? Bəs qiymətləndirmə zamanı iki şey dediyi nəzərə alınmalı idi. Birinci, şagirdin məzmunu nə qədər mənimsədiyi, ikinci, şagirdin fəaliyyətlərdə nə dərəcədə iştirak elədiyi. Bu da qiymətləndirməsi ilə bağlı məsələ idi, qrup işin. Gəldik bütün siniflə işə, ən sonuncudur və çox azdır. Bütün siniflə iş nədir? Bütün siniflə iş odur ki, eyni bir fəaliyyət bütün sinifi əhatə edir. Və şagirdlərin hər biri bütün bu fəaliyyətin bir hissəsi olurlar. Yəni verilən hər hansı bir fəaliyyət varsa, bunun bütün bir fəaliyyət olur və bütün sinifə aid olur bu fəaliyyət. Bütün siniflə işin faydası nədir? Bütün siniflə işin faydası odur ki, hamı birləşir. Daha çox ideya ortalığa çıxır, fikir bölüşülür, təcrübə bölüşülür. Şagirdlərin prosesə hamısının prosesi cəlb olunması təmin olunur. Burada müəllim də şagirdlərə qoşulur, bütün siniflə işdə. Və sual-cavab sessiyasında ümumi sinifin anlamasına şərait yaradır. Yəni sual-cavab belə aparılır ki, xor formasında və bütün sinif verilənləri dərk edə bilir, anlaya bilir. Bu da bütün siniflə işin faydası. Çatışmazlığı nədir bəs? Bəzən olur ki, bütün siniflə işdə passiv olanlar, utancaq şagirdlər kənarda qala bilir. Və bu zaman xaotik səs-küy də yarana bilər. Yəni mövzunun daha dərindən öyrənilməsində bu da çətinlik yaradır. Niyə? Səs-küy yaranır. Uşaqlar sual-cavabda cavab versələr də verilən suallara hamılıqla, amma tam olaraq dərk edə bilmirlər. Bu da bütün siniflə işin çatışmazlığıdır. Hansı oldu? Utancaq şagirdlərin kənarda qalmağı, sinifdə səs-küyün yaranmağı və mövzunu daha dərindən öyrənə bilməmək. Bu da bunun çatışmazlıqlarıdır. Nə tər ki, faydasını bilirik, çatışmazlığını da onun kimi də bilməliyik. Bəs qiymətləndirməsi nətərdir? Sinif üzrə qiymətləndirmə deyir müxtəlif şəkildə aparıla bilər. Yəni burada da özünü qiymətləndirmədən yoldaş qiymətləndirməsindən ümumiyyətlə qiymətləndirmənin müxtəlif növlərindən istifadə eləmək olar və burada dediyimiz kimi əsas məsələ yenə də meyarlardır. Yəni düzgün meyarlar olmalıdır ki, müəllimin hazırladığı və əvvəlcədən şagirdlərə bildirdiyi düzgün meyarlar olmalıdır ki, nə tərkib bütün iş formalarında meyarların adını çəkdiksə, burada da meyarlar düzgün formada olmalıdır ki, qiymətləndirilmə də düzgün formada aparılsın. Bax, dediyimiz kimi şagirdlər müəllim həm şagirdləri qiymətləndirə bilər, həm də şagirdlər öz işlərini yoxlayıb qiymətləndirə bilərlər. Bu da bütün siniflə iş. Bütün siniflə işin qısalaşdırsaq nə oldu? Hamının bir fəaliyyəti eləməyi. Faydası nə oldu? Hamının birlikdə işləməyi, daha çox ideyanın, fikrin birlikdə bölüşülməyi, müəllimin də şagirdlərə qoşulmağı və sual-cavab sessiyasında sinifin ümumi verilənləri anlamağına şərait yaratmaq oldu. Bu faydası idi. Çatışmazlığı oldu ki, utancaqlar, passivlər biraz kənarda qala bilərdilər. Sinifdə xaotik səs-küy yarana bilərdi və şagirdlər verilən mövzunu dərindən öyrənməyə bilərdilər. Bu çatışmazlıq idi. Qiymətləndirməsi də dedik ki, düzgün meyarlar veriləndə şagirdlər həm özlərini, həm də ki, belə deyək də, müəllim şagirdləri düzgün formada qiymətləndirə bilər. Bu da bütün siniflərin işin qiymətləndirilməsi. İndi gəldik ümumi olaraq məlumat verməyə ki, çatışmazlıqlarına baxmayaraq bütün biz il ərzində iş formasının hamısından istifadə eləməliyik.
Çox vaxtı müəllimlər kurikulum çəkiləndə fikirləşirlər ki, kurikulum yalnızca qrupla, cütlərlə işdir. Deyil. Yəni biz müəllim olaraq il ərzində bütün iş formalarından ilin belə deyək də daimi olaraq bütün iş formasının birindən yox, bütün hamısından istifadə eləməliyik. Yəni tək fərdidən yox, tək qrupdan yox, həm qrupdan, həm fərddən, həm cütlərdən, həm bütün sinifdən işdən istifadə eləməliyik. Düz deyə bilərsiniz ki, müəllim, bunun birinin faydası azdır, birinin faydası çoxdur və yaxud da birinin çatışmazlığı azdır, birinin çatışmazlığı çoxdur. Bunun dəxliyyatı yoxdur da. Yəni biz müəllim olaraq istənilən şagirdlərin belə deyək də xüsusiyyətlərinə uyğun olaraq, mövzunun xüsusiyyətlərinə uyğun olaraq biz bütün iş formalarını il ərzində tətbiq eləməliyik. Çünki hər bir iş forması şagirdə müxtəlif bacarıqları önə çıxardır. Nətər ki, cütlərlə işdə ünsiyyət bacarığı formalaşırdısa, amma fərdi işdə ünsiyyət bacarığı formalaşdırılmırdısa, amma fərdi işin yaxşı xüsusiyyəti o idi ki, şagirdlər öz öyrəndiklərinin nə dərəcədə öyrəndiklərinin agah ola bilirdilər. Amma cütlərlə işdə məsələn bu yox idi. Ona görə də biz mütləq formada ilin əvvəlindən sonuna qədər bütün iş formalarının hamısından istifadə eləməyi bacarmalıyıq ki, şagirdləri inkişaf elətdirə bilək. Və şagirdləri bütün iş formalarında istifadə eləyərək inkişaf elətdirməyimiz onlarda 21-ci əsr bacarığı formalaşdırır, tənqidi düşünmə bacarığı formalaşdırır, komandada işləmə bacarığı formalaşdırır, problem həll etmə bacarığı formalaşdırır və öz öyrənməsi haqqında məlumatlı olmaq bacarığı formalaşdırır. Hansı ki, biz bu 4 iş formasının 4-ündən də istifadə eləsək. Əgər hər hansı birini istifadə edib digərlərini istifadə eləməsək, bu bacarıqların hər hansı biri formalaşsa da, digərləri formalaşmaya bilər. Ona görə də mütləqdir ki, 4-ündən də istifadə edək. Bu da belə. Bugünkü bizim dərsimiz oldu iş formaları.